hörmətli izləyicilər, siz Azi Xəbərin həftəlik buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Paşa Property Management şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Görüş zamanı əməkdaşlığın əsas istiqamətlərindən biri kimi məzunlarla bağlı birgə fəaliyyət imkanları diqqətə çatdırılıb. Bildirilib ki, tərəfdaşlıq çərçivəsində tələbə və məzunların şirkət tərəfindən təşkil olunan ödənişli təcrübə proqramlarına cəlb edilməsi, eləcə də əməkdaşların müxtəlif təlim və görüşlərdə iştirakı nəzərdə tutulur. Sonda qonaqlar Universitetin Tarix Muzeyi və Rəqəmsal Energetika Laboratoriyası ilə tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikasının Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən Kosmik Akademiya ilə görüş keçirilib. Görüşdə kosmik sahədə beynəlxalq əməkdaşlıq və akademik tərəfdaşlıq istiqamətində bir sıra mühüm məsələlər ətraflı nəzərdən keçirilib. Müzakirələr zamanı Azərbaycan universitetlərinin Milli PEK İnnovasiya müsabiqəsində iştirakı, xüsusilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas ekspert tərəf qismində çıxış etməsi məsələsi diqqət mərkəzində olub. Qeyd edilib ki, bu təşəbbüs ölkədə kosmik texnologiyalar üzrə elmi və texniki potensialın sistemli şəkildə gücləndirilməsinə xidmət edə bilər. Bununla yanaşı, Mərkəzi Asiya və Rəqəmsal Kosmik Akademiya Universitet şəbəkəsi çərçivəsində ikili diplom proqramlarının tətbiqi və mövcud proqramların sürətləndirilməsi imkanları da müzakirə edilib. Görüşün yekununda tərəflər kosmik sahədə elmi tədris əməkdaşlığının genişləndirilməsi, birgə elmi tədqiqat işlərinin aparılması və beynəlxalq layihələrdə daha aktiv iştirak üçün koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu Yusif İbrahimov universitetin nəzdində yaradılan Süni İntellekt İnstitutunun layihə rəhbəri təyin edilib. Yusif İbrahimov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin məzunu olmaqla yanaşı, beynəlxalq elmi və layihə idarəçiliyi təcrübəsinə malik mütəxəssisdir. O, 2022-ci ildə Forsim Azərbaycanda Süni İntellekt üzrə layihə rəhbəri kimi fəaliyyət göstərib. 2025-ci ildə isə York Universitetində doktorantura təhsilini tamamlayıb. Sosial media vasitəsilə psixi sağlamlıq üçün izah olunan süni intellekt mövzusunda tədqiqat aparıb. Yusif İbrahimov doktorantura dövründə tədris və qiymətləndirmə fəaliyyətində iştirak edib və Advance HE tərəfindən assosiativ üzv statusuna layiq görülüb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startap və Texnologiyaların Transferi Ofisi şöbəsinin təşkilatçılığı ilə bu həftə bir neçə seminar və görüşlər keçirilib. Belə ki, şöbənin təşkilatçılığı ilə Texnofest 2026-ya həsr olunmuş infosesiya keçirilib. Tədbirdə Texnofest Azərbaycan nümayəndəsi Ahmet Kösə festivalın beynəlxalq miqyası, gənclər üçün yaratdığı imkanlar və innovativ layihələrin dəstəklənməsi mexanizmləri barədə təqdimatla çıxış edib. Tədbirdə yarışın müxtəlif kateqoriyaları üzrə istiqamətlər, aviasiya və kosmik texnologiyalar, süni intellekt, robototexnika, pilotsuz uçuş aparatları, proqramlaşdırma və digər texnoloji sahələr barədə iştirakçılara geniş məlumat verilib. Şöbənin təşkilatçılığı ilə sahibkarlığın əsasları və biznesə giriş fənninə start verilib. Fənni mühazirələrini Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalının həm təsisçisi Göktuğ Sarı tədris edəcək. Tədris zamanı tələbələr sahibkarlığın əsas prinsipləri, biznes ideyalarının formalaşdırılması, bazar araşdırması metodları, innovativ düşüncə və kreativ həll yolları, komanda işi və liderlik bacarıqları, biznes modellərinin qurulması və strategiya planlaşdırması ilə tanış olacaqlar. Qeyd edək ki, bir semestr davam edəcək proqramı uğurla başa vuracaq tələbələr müəyyən edilmiş meyarlara əsasən Sabah Akademi tərəfindən sertifikatla təltif olunacaqlar. Həmçinin bu həftə Rəqəmsallaşdırma Departamentinin Startap və Texnologiyaların Transferi Ofisi şöbəsinin təşkilatçılığı ilə Idealize 2 inkubasiya proqramının orientasiya görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Əhməd Əhmədzadə layihənin əhəmiyyətindən və inkubasiya prosesinin mərhələlərindən danışıb.
O, Idealize 2 proqramının tələbələrin innovativ ideyalarının sistemli şəkildə inkişaf etdirilməsi, bazar tələblərinə uyğunlaşdırılması və real biznes modelinə çevrilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Nigar Davud proqram haqqında ümumi məlumat verib. Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb. Şöbənin birgə təşkilatçılığı ilə İnnovasiya və Süni İntellekt təqaüd proqramı üzrə infosessiyada keçirilib. Tədbirdə proqramın əhəmiyyəti və gənclər üçün yaratdığı imkanlar barədə iştirakçılara ətraflı məlumat verilib. İnfosessiya çərçivəsində proqramın məqsədi, seçim mexanizmi, mərhələli qiymətləndirmə prosesi, təlim istiqamətləri, eləcə də iştirakçılar üçün yaradılan yerli və beynəlxalq inkişaf imkanları barədə təqdimat olub. SGS Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Suad Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub. Universitetə səfər çərçivəsində qonaqlar rektor dosent Rüfət Əzizovla görüşüblər. Görüş zamanı tərəflər arasında perspektiv əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin SGS Azərbaycan şirkətində təcrübə keçməsi, şirkət mütəxəssislərinin universitetdə tələbələr üçün seminarlar keçirməsi və bu istiqamətdə digər birgə fəaliyyətlər müzakirə olunub. Müzakirələrin hüquqi təsdiqi kimi tərəflər arasında anlaşma memorandumu imzalanıb. Səfər çərçivəsində nümayəndə heyəti universitetin tarix və mineralogiya muzeylərində olub. Eləcə də tədqiqat infrastrukturu və innovasiya imkanları haqqında ətraflı məlumat alıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Azadlıq prospekti 20 ünvanı üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ərazi Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilib. Universitetin rektoru dosent Rüfət Əzizov Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmağın böyük məsuliyyət və dövlətçilik mövqeyi tələb etdiyini vurğulayıb. Sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyası ilk təşkilatının yaranması, keçdiyi yol və uğurlu fəaliyyəti barədə məlumat verib. Daha sonra hesabat seçki yığıncağının qərar layihəsi oxunub. Yekdil qərarla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris məsələləri üzrə prorektoru dosent Rıza Məmmədov Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Azadlıq prospekti 20 ünvanı üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ərazi Partiya Təşkilatının sədri seçilib. Həmçinin universitetin Yeni Azərbaycan Partiyasına üzv olan 3 nəfər tələbəsinə partiya biletləri təqdim edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlmiləlləşmə strategiyası çərçivəsində 2025-2026-cı tədris ilinin yaz semestrində universitetin 46 tələbəsi akademik mübadilə proqramları çərçivəsində Qazaxıstan və Özbəkistanın nüfuzlu universitetlərində bir semestr təhsil almaq imkanı qazanıblar. Mübadilə proqramı çərçivəsində hazırda 29 tələbə Qazaxıstanın Satbayev Universitetində, 14 tələbə Yesenyov Universitetində, 3 tələbə isə Daşkənd Dövlət Texniki Universitetində təhsillərini davam etdirir. Mübadilə proqramı çərçivəsində hazırda 29 tələbə Qazaxıstanın Satbayev Universitetində, 14 tələbə Yesenyov Universitetində, 3 tələbə isə Daşkənd Dövlət Texniki Universitetində təhsillərini davam etdirir. Qazaxstana səfər çərçivəsində əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva tərəfdaş universitetlərdə bir sıra görüşlər keçirib. Elmi tədqiqatların birgə icrası və ikili diplom imkanları müzakirə olunub. Bunlarla yanaşı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Satbayev Universitetinin professor müəllim heyətinin birgə əməkdaşlığı nəticəsində Metrologiya adlı elmi kitab nəşr olunub. Bakı Slavyan Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında görüş keçirilib. Görüş zamanı birgə həyata keçirilə biləcək layihələr barədə müzakirələr aparılıb. Əməkdaşlıq çərçivəsində Qərbi Azərbaycan abidələrinin rəqəmsal irs platformasının yaradılması əsas hədəf kimi müəyyən edilib. Görüşdə qonaqları salamlayan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru dosent Rüfət Əzizov universitetin tarixi, fəaliyyət istiqamətləri, tədris prosesinin mövcud vəziyyəti və təhsil ocağının beynəlxalq əlaqələri haqda məlumat verib.
O, universitetin əsas hədəfinin tədqiqat universitetinə çevrilmək olduğunu diqqətə çatdırıb. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev səmimi görüşə görə təşəkkür edərək rəhbərlik etdiyi ali təhsil müəssisəsinin inkişaf istiqamətlərindən bəhs edib. Görüşdə innovasiya ekosisteminin inkişafı, eləcə də Bakı Slavyan Universiteti ilə bu sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşün yekununda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Görüş çərçivəsində Bakı Slavyan Universiteti nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tarix və Mineralogiya muzeylərində, Kitabxana İnformasiya Mərkəzində olub. Təhsil ocağının tədqiqat infrastrukturu və innovasiya imkanları ilə tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 12 nəfər Türkiyəli tələbə Azərbaycan-Türkiyə Ticarət Forumu və B2B görüşlərində iştirak ediblər. Görüşlərdə əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin biznesin idarə edilməsi və menecment ixtisasları üzrə təhsil alan tələbələri iştirak ediblər. Eyni zamanda tələbələr Azərbaycan və Türkiyə şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq peşəkar əlaqələr formalaşdırmaq, potensial əməkdaşlıq və karyera imkanlarını dəyərləndirmək şansı əldə ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən universitetin rektoru Dosent Rüfət Əzizov Xocalı faciəsinin siyasi hüquqi qiymətləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının önəmini vurğulayıb. Millət vəkili Aydın Mirzəzadə çıxışında Xocalı faciəsinin bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edərək, Xocalıda Azərbaycanlıların başlarına gətirilən müsibətlərdən, erməni vəhşiliklərindən söz açıb. Tədbirdə Xocalı dəhşətlərini əks etdirən qısa metrajlı film nümayişi olunub. Universitet tələbələrinin ifasında Xocalıya həsr olunmuş şeirlər səsləndirilib. Tədbir çərçivəsində həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi nümayiş etdirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov və universitetin professor müəllim heyəti Xocalı soyqırımının 34-cü il dönümü ilə əlaqədar olaraq Ana Haray abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib. Bununla da həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.